İkinci Padşahlar 6-cı fəsil 24-cü bətdən başlayıb oxuyuram. Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı. Samariyada böyük bir acılıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşək başı 80 şekel gümüşə və bir kabın 1/4 qədər göyərçin peyini 5 şekel gümüşə satılırdı. Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: "Ağam padşah, kömək et." Padşah dedi: "Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan, yoxsa üzüm sıxandan?" Sonra padşah ona dedi: "Nə istəyirsən?" O dedi: "Bu qadın mənə demişdi: Sən öz oğlunu ver, bu gün yeyək. Mənim oğlumu isə sabah yeyərik. Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: Öz oğlunu ver, yeyək. Ancaq o oğlunu gizlətdi. Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var. Əzizlərim, mövzumun adı belə olacaq. Allah özününkilərini qoruyur. Kimsə ola bilsin fikri dağınıq oldu, ya başı qarışıq oldu. İkinci dəfə, axırıncı dəfə təkrar edirəm. Mövzumun adı belə olacaq. Allah özününkiləri qoruyur. İndi baxıb görərik. Görəsən Allah özününkiləri nədən qoruyur? Nədən xilas edir? Əzizlərim, əgər diqqətli oldunuzsa, hadisə qədim zamanlarda baş verib. İsrail dövlətinin Samariya adlı şəhərində baş verib. Hadisə bu olub ki, necə ki oxudum, güclü acılıq baş verib. Çünki Samariya şəhəri mühasirəyə alınıb. Şəhər müharibə vəziyyətində yerləşib. Acılıq insanları o dərəcədə məcbur edib ki, sıxıb ki, insanlar yeməyə çörək tapmayıb, necə ki fikir verdiyizsə, eşək başı yeyiblər. Görün, acılıq insanları nə dərəcədə məcbur edib. Yeməyə çörək qutarıb, heyvan qutarıb, keçiblər eşək başına. Hələ bu harasıdır? Əgər eşək başı yemək insan üçün dəhşətlidirsə, əgər fikir verdiyizsə, dəhşətdən də dəhşətli hadisə bu baş verib ki, həmin acılıq dövründə insanlar övladlarının ətini yeyiblər. Nəinki eşək başı? Hə, eşək kəsərsən, yeyərsən, birin içdin üçün, amma bunun axırı ki, sonu var axı. Yəqin ki, eşək qutardı, keçiblər ücəyə, öz övladlarını pişirib yeyiblər. Necə ki, mən oxudum. Bu nəinki dəhşətli hadisə olur? Dəhşətdən də dəhşətli hadisə olur. Bilirsiniz, bu ona görə olur ki, yeganə bir səbəbə görə. Aclığın sonu, fiziki aclığın sonu ölümlə qutarır. Ölməmək üçün dirəniblər. Eşək başı qutarandan sonra keçiblər öz övladlarını yeməyə. Necə ki, mən müqəddəs yazıdan oxudum. Əzizlərim, baxmayaraq ki, dəhşətli aclıq olub, insanlar ölüblər. Dediyim kimi, heyvan başı yeyiblər. Dediyim kimi və oxuduğum kimi, övladlarının ətini yeyiblər. Amma həmin zamanda, həmin dövrdə, o aclığın tüğyan elədiyi vaxtda, baş verdiyi halda, Allah özününkilərin qoruyub, onlar nə eşək başı yeyiblər, nə öz övladlarının ətini yeyiblər. Kimsə bəlkə fikri dağınıq oldu, fikir vermədi. Elçin abi, görəsən, o kimlər idi ki, onlar Allahın özününkiləri olub və Allah onlara çörək getirib. Əzizlərim, burada yazılmayıb getirib. Amma mən indi fikrinizi yönəldirəm, çox xahiş edərdim, izləyərsiniz. Həmin fəslin 32-ci bəndinin bir qismini oxuyacağım.
Birinci cümləni oxuyacağım. Fikir verin, xahiş edirəm. Görəsən Allah o aclıq dövründə kimləri qoruyub aclıqdan? 32-ci bəndin bizə cümləsini oxuyacağım. Birinci cümləsin. Elisha öz evində oturmuşdu. Ağsaqqallar da onun yanında əyləşmişdi. Padişah huzurundan bir... bu qədər. Üzr istəyirəm, ikinci cümləyə keçdim. Elisha öz evində oturmuşdu. Ağsaqqallar da onun yanında əyləşmişdi. Biraz yuxarıda, bir neçə cümlə qabaq, əgər fikir verdiyizsə, qadın fəryad eləyirdi. Yeməyə heç nə yoxdur. Fəryad eləyirdi. Aclıq sıxıb, məcbur eləyib fəryad eləyir. Amma fikir verdiyizsə, Elisha və onun ətrafındakı ağsaqqallar qətiyyən fəryad eləmir. Allah onlara çörək yetirmişdi. Bu sirri biraz sonra açacağım. Burada yazılmayıb çörək yetirmişdi. Amma inanın Allah onlara evlərindəcə oturduqları yerdə onlara çörək yetirmişdi. Buna mən bütün varlığımla əminəm. Dediyim sözü də bir balaca gec olaraq sübut edəcəm. Deməli, bu hadisə qədim zamanlarda baş verir. Amma nə vaxtsa mən toplantıda demişdim, həyatda hadisələr olur. O hadisələr müəyyən illərdən bir təkrar olunur. Hansı hadisələrdir? Aclıq, müharibə, xəstəlik və qeyri hadisələr. Bu hadisələrdən də biri oxuduğum kimi aclıqdır. Müəyyən müddətdən bir təkrar olunur. İldə bir dəfə, 3 ildən bir dəfə yox. Məsələn, deyək ki, 60 ildən bir, 70 ildən bir. Söylədiyim hadisələr təkrar olunur. Həmçinin də aclıq. Yaxın keçmişdə Allaha qulluq edən Allahın bəndələri 3 nəfər haqqında danışacağım. Bir qardaş, bir onun həyat yoldaşı, bir də həmin qardaşa və onun həyat yoldaşına bacı olan mənəvi bacı. Üçü də Allaha qulluq edən səmimi bəndələr olurlar. Ətrafdakı insanlara danışırlar Allahın sözlərini. Vaxt gəlir, həmin ərazidə aclıq başlayır. Aclıq başlayır, özdə güclü surətdə başlayır. İnsanlar başlayırlar neynəməyə? İnsanlar başlayırlar itləri tutub yeyirlər. Sonra itlər qutarır, pişikləri tutub yeyirlər. Sonra it də qutardı, pişik də qutardı. Yeməyə də heç nə yoxdur. Başlayırlar ölməyə, fiziki cəhətdən ölməyə. Amma bu qardaş, həyat yoldaşı və onlar üçün mənəvi bacı sayılan 3 nəfər də bir mənzildə yaşayırlar. Başqa bir ərazidən bir qardaş, bir meşok, bir kisə un gətirib qoyur bunların yanında çıxır gedir. Un. Qardaş o evdə o çıxır gedir o öz yerində. O dedim o 3 nəfərdən biri qardaş idi axı. O qardaş da fiziki cəhətdən nasazlamışdı. Belə deyək də fiziki cəhətdən xəstə idi. Həyat yoldaşı ona qulluq eləyirdi. Deməli, bu unu gətirib qoyub gedən qardaş çıxdı getdi, amma un qalır həmin bu 3 nəfərin yaşadığı mənzildə. Qardaşın həyat yoldaşı götürür qabı hər gün. Qabı götürür, salır kisiyə, unu bişirir, istifadə edirlər, bloknotda da yazır. Məsələn, bugün ayın 6-sıdır da, ayın 6-sıdır, mən kisədən, un kisəsindən deyək ki, 3 qab un götürdüm, istifadə elədim. Çörək pişirdiyim, və yaxud da ki, deyək ki, belə də, aladi bişirdiyim, nə qədər kisədən nə qədər götürdüyü barədə bloknotda qeyd edir, dəqiq şəkildə qeyd edir. Ayın filanıdır, bir belə qab mən istifadə elədim. Səhərki gün başlayır, səhərsi gündə yenə qabı salır, kisiyə unu götürür, bişirirlər, üçü də yeyirlər və qeyd edir. Əzizlərim, inanırsınız? Mənzərə belə olur, davam edir. Ətrafda bu 3 Allahın bəndələrindən ətrafdakı ərazidə yerləşən insanlar aclıqdan ölürlər. Çünki yeməyə çörək tapmırlar. Amma bu 3 nəfərə Allah çörək yetirir. Elə yaşadıkları mənzildəcə. İndi ortalığa çox gözəl, çox vacib sual çıxır.
Ay Elçin əmi, sən biraz bundan qabaq dedin ki, mən o sirri açacağım ki, Yelişə və onun ətrafında oturan ağsaqqalara Allah elə o yaşadıkları mənzildə çörək getirdi. Necə getirdi? Bu sən söz verdin axı bu sirri açacağım. Açıram. O qardaş ki, gətirib bir kisə un vermişdi bu 3 nəfərə. Qoydu onların mənzilindən çıxdı getdi. Deməli hadisə belə cərəyan edir, belə davam edir. O qardaşın həyat yoldaşı götürür qabla istifadə edir, yazır. Qardaş əri həyat yoldaşı sağalandan sonra deyir ki, xahiş edir ki, o bloknotu gətirib baxım görüb. Nə yazmısan orada? Bloknotu gətirir həyat yoldaşı, o qardaş sağalıb, fiziki cəhətdən sağalıb. Baxır görür ki, günləri sayır, günləri sayır. Əgər yanılmıramsa, qonşularda duyuq düşürlər. Yaxınlıqda yaşayan qonşular duyuq düşürlər ki, heç nə başa düşmədi. Bu nə məsələdir? Ətrafda cəmaat qırılır, acından ölür. Buradakılar ölmür axı. Diri qalıblar. Qapıların bir döyək görək, bu nəsirdir, nə məsələdir? Bunlar niyə ölmür, yaxşı? Hə? Qapını döyürlər. Deyirlər, yemək, siz nəysə, ətrafda cəmaat ölür, siz sağsınız. Deməli, belə çıxır ki, sizdə yeməyi nəsə var da. Vardırsa da bizimlə də bölüşün də. Məntiqlə fikirləşəndə belə. Bunlar da dediyim kimi 3 nəfər Allaha qulluq eləyirlər. Xəsislik eləmirlər, məhəbbət göstərirlər. Qardaşın həyat yoldaşı gedir, qabı götürür, salır meşoğa, kisiyə, onu götürür, qoyur bir torbaya, ayrıca verir şeyə, kimlə? Qonşuya da, qonşuya. Verir, onlar da gedirlər. Deməli, Allah o qonşuluqda olan insanlara bu bəndələrinin vasitəsilə rəhm eləyir, onları da qoymur acından ölməyə. İndi sirri açıram. Qardaş deyir ki, bloknota baxanda, həyat yoldaşının yazdığı bloknota baxanda günləri hesablayır, bir neçə ay çıxır. Bu bir neçə aya, bu meşoğda, kisədəki un çoxdan qutarmalıydı. Özü 3 nəfərə və əlavə olaraq qonşulara çatmaq üçün bir kisə un yox, bir neçə kisə un lazım idi. Bəs yaxşı, bu necə oldu ki, bir kisə un bir neçə nəfərə, 3 nəfər plus bu qonşulara çatdı. Hələ sirrində dalısın deyirəm. Meşoğun baxır, qardaş gəlir, əyilir, meşoğa baxır, ağzını açır. Oradan bir balaca cüzü yemişdi aşağı. Təsəvvür edirsiniz, belə çıxır. Yoldaşı şeydən onu götürür, Allah yerini doldurur. Onu götürür, Allah yerini doldurur. Mən nağıl danışmıram. Mən nağıl danışmıram, inanın. Mən inanıram. Ona deməli onu götürür, bloknotda da qeyd eləyir. Qardaş araşdırandan sonra görür ki, müqəddəs kitabda nə yazılıbsa, ona şübhə ilə yanaşmaq olmaz. İndi qayıdıram Yelişə ilə onun böyründə oturan ağsaqqallara. Yelişə peyğəmbər idi. Allahın səmimi bəndələrindən biri idi. Və onun böyründə necə ki oxudum, ətrafında da ağsaqqallar oturmuşdu. Allah necə ki danışdım o 3 nəfəri və onların qonşularını ki bir kisə onun vasitəsilə nə qədər insanı fiziki aclıqdan qutardı. Qədim zamanlarda da Yelişanı və onun ətrafında oturan o ağsaqqalları həmin metodla aclıqdan qorudu. Sözümün canı nədir? Nə demək istəyirəm? Allah özününkiləri, başqa sözlə desəm, ona səmimi qəlbdən qulluq eləyənləri, ona bütün varlığı ilə ürəkləri bağlı olanları nə cür aclıq olursa olsun qoruyur. Qədim zamanlarda qoruyur və qoruyacaq da. Mən buna bütün varlığımla əminəm. Şübhəm qətiyyən yoxdur. Əsasım da necə ki mən müqəddəs yazıdan dedim. Əzizlərim, onu mən fiziki aclıqdan danışdım. Nəzərinizə çatdırım ki, aclıq 2 cür olur. 2 növ aclıq olur. Biri olur fiziki aclıq, hansı ki bu gözə görünən fiziki bədənə aiddir. Aclığın da sonu əgər qida tapılmasa ölümdür. O da bu fiziki bədənə aiddir. İkinci aclıq, dedim axı 2 cür aclıq olur. İkinci aclıq da mənəvi aclıqdır. Əgər insan mənəvi cəhətdən qidalanmasa, sonu təhlükəlidir və sözümü daha dəqiq desəm, sonu ölümlə qutarır. Fiziki ölümlə yox, mənəvi ölümlə qutarır. Şükürlər olsun Allaha ki, fiziki bədən üçün Allah çörək getirdiyi üçün
mənəvi bədən üçün də, yəni insanın daxilində yaşayan ruh üçün də Allah çörək yetirir. Yetirib də, yetirir də və yetirəcək də. Ortalığa belə bir vacib sual çıxır. Ay Elçin əmi, sən fiziki bədənə aid fiziki çörəkdən danışdın, bu bizə aydın oldu. Bu mağazinlərdə, marketlərdə satılan çörəkdir. Bunu biz başa düşdük. Bəs maraqlıdır, bəs vacibdir. Bəs fiziki, daha doğrusu daxilimizdə yaşayan ruhumuz üçün bu nə üçün, bu nə olan çörəkdir? Bunu harda tapmaq olar? Bunu da bizə bir aş görək. Ona görə də hər birinizdən xahiş edirəm. O çörək, ruhumuza aid olan çörək var və onun da konkretni adını deyəcəm. Buna görə də xahiş edirəm, məni izləyin. Haranı xahiş edirəm, oranı da açın. Oxuyacam, izləyəsiniz məni. İsa onlara dedi, həyat çörəyi mənəm. Mənim yanıma gələn heç vaxt acmaz. Mənə iman edən heç vaxt susamaz. Əzizlərim, necə ki dedim, Allah insanın fiziki bədəninin qayğısına qaldığı kimi, onun daxilində yaşayan ruhunun da qayğısına qalır. Bu mənada ki, ruhun da çörəksiz qoymayıb. Ruhu üçün də çörək getirib. Necə ki siz eşitdiniz, bu çörəyin adı həyat çörəyidir və dəqiq desəm adı İsa Məsihdir. İsa Məsih deyib ki, mənəm həyat çörəyi. Kim mənə iman edərsə, mənəvi cəhətdən ölməyəcək, yaşayacaq, susamayacaq. İndi kimsə deyər ki, ola bilsin kimsə deyər, ay, qədim zamanlarda necə ki deyilir, bu nə danışır? Yəni İsa Məsih söz deyəndə, onun 12 şagirdlərindən başqa 70 dənə də şagirdi vardı. Məsih belə mənəvi mövzuda söhbət edəndə, bir-birlərinə baxırlar, deyirlər ki, bu nə danışır? Bizə deyir ki, mənim ətimi yeməsəniz öləsiniz, mənim qanımı içməsəniz susamazsınız. Bu normal insanın sözləridir. Sözlər bunlara çatmır, Məsihin dediyi sözlər çatmır, üzlərini döndərirlər, kürəklərin Məsihə doğru, üzlərin o tərəfə, bu 70 şagird çıxıb gedirlər. Məsih həmin anda 12 şagirdinə də üst tutur, deyir, bəlkə siz də məni tək qoyub getmək istəyirsiniz. Onlar kimi. Onlardan bir dənəsi Peter adında deyir ki, ya Rəbb, biz deyir, hara gedək? Peterin cavabını deyirəm, öz sözlərimlə deyirəm. Burası istəmirəm sizə əziyyəti verəm ki, axtaraq, oxuyun. Peter deyir, ya Rəbb, biz axı hara gedək? Mən balıqçıyam. Mən balıqçıyam da. Mən həyatımda birinci dəfə sənin kimi gözəl insan görmüşəm. Özdə inanıram ki, axırıncı dəfə sənin kimi gözəl insanı görürəm. Axı, səndən gözəlin tapacağam mı ki, mən səni qoyum, gedim kimsə axtarım. Hə? Əzizlərim, o 70 şagird çıxıb gedirlər. Amma 12 şagird heç hara getmirlər. Elə ağıllı da hərəkət edirlər. Kimsə deyər ki, Elçin əmi, nə demək istəyirsən? Əzizlərim, atalar belə bir gözəl söz deyib. Deyir, ölkən nə qədər uzun olsa, əvvəl axır deyib, gəlib dolanaqdan keçəcək. Mənasını açıram. Bu nə deməkdir? Hər birimiz, elə birinci əlimi özümə tuşlayıram. Mən də daxil olmaq şərti ilə. Burada oturanlar, hər birisi, planetdə yaşayan bütün insanların hər birisi geci-tezi istəsələr də, istəməsələr də bu həyatın qaçılmaz qanunudur. Bu dünyadan köçüb gedəcək. Xoşlarına gəlsə də, xoşlarına da gəlməsə də. O mənada dedim ki, ölkən nə qədər uzun olsa da əvvəl axır gəlib dolanaqdan keçəcək. Hə, elə belə də olacaq. Heç kəsə də sual verməyəcəm. Kimsə razıdırmı? Mən verəcəyim sualın, heç vermək də istəmirəm, cavabını bilirəm. İnanın, belə də olacaq. Yəqin ki, ya az yaşları bilmirəm, bəlkə də onlar da. Nə vaxtsa, qəbristanlıqda olmuşsunuz da. Önümdə qalıram. Hə? Qəbristanlığın yanında qalıram. Qəbristanlıqda olmuşsunuz da. Mən də olmuşam, çox hızlı olub. Əvvəl axır
Onları kimsə çiynində aparıblar ora. Vaxt gələcək, bizləri də kimlərsə çiynində aparacaq ora. Amma daxilimizdə yaşayan ruh, tabutun içində dəfn eləmək mümkün deyil. Bax, o ruh bədəndən çıxandan sonra gedəcək Allahın qarşısında dayanacaq. Allah hesabat istəyəcək. Hesabat istəyəcək. İnsana dili ilə dedirdəcək. Allah bilir, elçin kimə qulluq eləyib, burada oturan qeyri kimə qulluq eləyib, bilir. Prosto sadəcə olaraq insana dili ilə dedirdəcək. Yerdə sənə bir 70 il ömür verdim. Sən mənə etiraf elə görüm. Kimə qulluq elədim? Hə? Sənin üçün düşmüşdüm yerə. Ağla gəlməz dərəcədə zülümlər çəkdim. Əzizlərim, kimi o zülümləri çəkib? İsa Məsih çəkib. Yaddaşıma əsaslanıb deyirəm. Yadıma düşənləri. 40 gün, hələ bircə dəfəsini deyir. 40 gün o ac olur. Bizim xatirimizdə, mənim xatirimə, sizin xatirinizdə, yer kürəsində yaşayan insanların xatirinə. Yer kürəsində ilan adam olub ki, məqsəd qoyub qarşısına ki, 40 gün oruç tutacaq. Əzizlərim, 40 dənə daşı, balaca daşı qoyub yanına, bir sutka keçəndən sonra birini atıb. Axıra qədər orucda ola bilmir. Həmin insan huşunu itirib, yıxılıb, neçə gün orucda olub bilmirəm. Onu gəlib görən insanlar, həmin insan, sözümün canı var, skeletə görür. 40 gün tam çəkməyib, orucda olub. 3 gündən artıq yer qalamırsan axı. Skeleti olub. Onu doğmaları da tanıya bilməyib ki, bu skeletin kimiymiş görəsən. Götürüblər, onun kitabını varaqlayanda adını görüblər, oxuyublar. Məsələn, bu kitabda mənim adım yazılıb. Adımı, həyat yoldaşımı hədiyyə verilib. O kitabı oxuyandan sonra biliblər ki, bu skelet halına düşən insan kimiymiş. Deməyim nədir? İndi gözünüzün qabağına gətirin, həmin insan 40 gün orucda ola bilməyib, gücü çatmayıb. Məsih 40 gün bizdən ötür, hələ bizə də nə halı deyirəm ha. Görün, bu cür bizim xatirimizdə, bizi xilas eləməyin xatirində nə cür zülümlə ayaqlıq. Nə qədər susuz qalıb. Heç nə yemib içməyib. Hə. Heç nə yemib içməyib. Əgər Musa Peyğəmbər yazıya əsaslanıb deyirəm, istəmirəm vaxt itirəm. 40 sutka Musa Peyğəmbər yazır. Musa Peyğəmbər deyir ki, sizdən ötürü 40 sutka mən deyir, yemədim, içmədim. Allaha yalvardım ki, sizi deyir, məhv eləməsin. Allah deyir, məni eşitdi. Mənə görə sizi məhv eləmədi. 40 gün, 40 sutka yeməyib də, içməyib də, bu yazıda yazılır. Ağlıma gələn danışmaq. Hə? Yox. 960 saat edir. 960 saat. İndi, sonra İsa Məsih nə qədər ona zülümlər eləyiblər. Nə eləyiblər? Kimsə deyər ki, mən yaddaşıma əsaslanıb deyirəm də, nə yadımda qalıbsa, üzünə tüpürüblər, şallaqlayıblar, şilləliyiblər, başına da dəhşətli çələng, iynəli biçidən çələng qoyublar, nə qədər onu lağa qoyublar, ələ salıblar və nəhayət olmazın dərəcədə, dəhşətli dərəcədə zülm eləyib. Həmin zülm onun zülmünün zirvəsi olub. Bu mənada ki, çarmıxa çəkiblər. 3 saat o, İsa Məsih bizdən ötürü zülm ayaqlayıb. Mən nə vaxtsa travmatologiyaya düşəndə, mən ağrıdan özümə yer tapa bilmirdim. Yanımdan medsestralar gəlirdilər, gedirdilər. Baxırdın, görürdün, bitdi, yaraşıqlı, belə də, belə. Baxırdın, deyirdin, Allah yaraşıq verir, boy verir, buxun verir. Amma təəssüflər olursun ki, ağrıdan qıvrılırdım yerdə, ağrıdan. 3 saat qıvrılmırdım, ha. Biri demirdi ki, ay insan, nə olub sənə belə? Biri demirdi. Bilirsiniz nə demək istəyirəm? Tibb bacıları idi. Mən axırda dözə bilmədim, həkimə dedim ki, xahiş edirəm. Medsestrə deyim, mənə diklofenak vursun. Həkimin göstərişindən sonra mənə diklofenak vuruldu. Amma qıvrılırdım yerdə ağrıdan. Mən indi qaydıram Məsihə. Mən öz ağrıma görə qıvrılırdım. Amma Məsih öz ağrılarına görə yox, mənim və burada oturanların və nəhayət yer kürəsində yaşayan bütün insanların xatirinə fikrimi daha da dəqiq desəm, mənəvi aclıqdan, təhlükədən və nəhayət mənəvi ölümdən xilas eləmək üçün o zülümləri çəkib. Deməyim nədir? İndi yüzümü tutub o kəslərə deyirəm ki, hansı ki İsa Məsihlə barışmayıblar. Əziz insan, Məsihin gözündə qiymətli olan insan heç insafdandırmı ki,
Heç insaflandırmı ki, heç vicdanlandırmı ki, eşitdin ki, İsa Məsih sənin yolunda bu cür əzablar çəkib. Onun məhəbbətini qiymətləndirməyəsən. Hə? Heç insaflandır. Bununla belə Məsih heç kimə demir ki, zorla məcbur eləmir ki, sən mənim məhəbbətimi qiymətləndirməlisən. Heç kimə, əgər İsa Məsih yer kürəsində yaşayan insanların üzərində zorakılıq edib, zorla onları tövbə elətdirsəydi, inandırıram sizi, bu yer kürəsində təxminən yaşayan 8 milyard əhalini bir göz qırpımında tövbə elətdirərdi. Amma gözləyir ki, həmin insanlar könüllü surətdə ürəklərini ona versinlər. Könüllü surətdə onun məhəbbətini qiymətləndirsinlər. Necə ki, siz əgər fikir verdinizsə, 35-ci bənddə belə bir çox vacib, gözəl sözlər oxudum. Xahiş edirəm, izləməsəniz də mənə qulaq asın. Mənə iman edən heç vaxt susamaz. Bu sözlərin mənası nədir? Mənə iman edən heç vaxt susamaz. İman etmək nə deməkdir? İman etmək, başqa sözlər desək, bu biraz ola bilsin ki, kimsə başa düşməsin. Məsihə iman etmək o deməkdir ki, mənim gözümdə qiymətli olan insan, mən çox istərdim ki, mənim məhəbbətimi qiymətləndirəsən. Qiymətləndirəsən bu mənada ki, mənəvi aclıqdan xilas olasan. Bütün günahlarını bağışlayım. Sonra adını şəxsən özümün həyat kitabında yazım. Hələ bu harasıdır? Əgər bu şərtlərə əməl eləsən, mənim məhəbbətimi qiymətləndirsən, mən də qarşılıqlı surətdə inandırıram sənə borçlu qalmayacam. Kimsə deyər etsinəm. Neyniyəcək ki, görəsən İsa Məsih? Günahlarımı bağışlayacaq. 1. Adını həyat kitabında, özünün həyat kitabında yazacaq. 2. Və nəhayət, bütün varlığımla əminəm ki, burada yaşayan bütün insanları, burada oturan bütün insanları, içimən daxil olmaq şərti ilə İsa Məsihdən çox sevən yoxdur. Hə, kimsə deyər, məni atam sevir, anam sevir, qardaş bacılarım sevir. Mən heç kimlə mübahisə eləmirəm. Elə onlar doğrudan da sizi sevirlər. Amma unutmayın ki, onların məhəbbəti ilə İsa Məsihin məhəbbətini bir tərəziyə qoya bilməzsiniz. Bu mənada ki, İsa Məsihin sizə olan məhəbbəti onların sizə olan məhəbbətindən təsəvvürə gəlməz dərəcədə çoxdur. Belə olan surətdə heç insaflandırmır ki, onun məhəbbəti qiymətləndirilməsin. Hə? Heç insaflandırmır. Qoy bu sual, əziz insan, sənin qulaqlarında səslənsin. Nə demək istəyirəm? Əgər sənin Allah ürəyinə toxunursa, vicdanın oyandısa, günahlarına görə əzab çəkirsənsə, deməli, birmənalı şəkildə bil ki, Allah səni tövbəyə çağırır. İstəyir ki, həyatını sənin yolunda qurban verən İsa Məsihin məhəbbətini qiymətləndirəsən. Əgər vicdan əzabı çəkirsənsə, yox, əgər bu mənəvi proses ürəyində baş vermirsə, quru-quru, soyuq-soyuq tövbə eləməyin mənası yoxdur. Deməli, hələ tövbəyə yetişməlisən. Əgər nə vaxtsa mənəvi cəhətdən ürəyində həmin mənəvi proses baş verərsə, vicdanın səni yandırarsa, günahların sənə əzab verərsə, gözlərin yaş dökərsə, onda bil ki, Allah səni tövbəyə dəvət edir. İstəyir ki, sən onunla barışasan. Mənəvi aclıqdan və bu aclığın da sonu olan mənəvi ölümdən xilas olasan. Allah burada kömək eləsin o kəslərə ki, bu sözləri eşitdi. Tövbə istəyirsə, könüllü surətdə Allahla bugünkü gündə, bugün toplantıda barışa bilər. Səmimi şəkildə barışa bilər. Yox, əgər vicdan təsir eləmirsə, əzab çəkmirsə, ola bilsin, nə vaxtsa əzab çəkəcəksə, bax, onda bu toplantıda eşitdiyi sözləri yadına salsın. Yenə nəyə qayıdıram? Əzizlərim. Hə, insan deyə bilər, o dediyimi Elişanın vaxtında qədim zamanlarda, sonra da ikinci hadisəni danışdım. Qədim zamanlarda da o hadisə baş verib. Həqiqətdə olub, necə ki yazılan oxudum. Sonra ki dedim ki, yaxın keçmişdə o hadisə də baş verib. İnsanların gözləri də olub, qulaqları da olub, gücləri də olub, pulları da olub,
amma yeməyə çörək tapmayıblar. Nəzərinizə çatdırım ki, o hadisə bizim zamanda da ola bilər. Maşının olar, pulun olar, evin olar, vəzifən olar, gücün də olar, amma yeməyə çörək tapmayacaqsan. Bu hadisə. Ən dəhşətlisi də odur ki, insan fiziki aclıq dəhşətlidir. Doğrudan dəhşətlidir. Amma ən dəhşətlisi odur ki, insan bu dünyadan mənəvi cəhətdən ölüb keçsin. O da dəhşətlidir. Düşür cəhənnəmə, yazıya əsasən deyirəm, oradan da sonuncu məntəqə, sonuncu yer, Yəhyanın vəhyində yazıldığı kimi. Odlu göl. Heç kim o əzaba dözə bilməyəcək. Buna görə də tələbim yox, xahişim və yalvarışım Allahın adından. Kim istər bugünkü toplantıda Allahla barışsın, onlara birinci növbədə fürsət verilir. Qoy Allah belələrinə kömək olsun. Kömək olsun o mənada ki, qorxunu qoysunlar kənara, utanmağı qoysunlar kənara. Allahla barışsınlar. Amin.